Salam uşaqlar, mexaniki dalğalar bölməsinin testlərinə baxırıq. Birinci sual, suyun səthində yayılan dalğanın qrafiki verilmişdir. Hansı nöqtələr arasındakı məsafə rəqsin amplituduna uyğundur? Bildiyimiz kimi amplitud cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı maksimal məsafədir. Tarazlıq vəziyyəti 0 qəbul olunur. Ən böyük uzaqlaşdığı məsafə bu nöqtəyə uyğundur. 5 nöqtəsinə uyğundur bu nöqtələr. Deməli, bu nöqtələrə uyğun variantı seçirik. Burada 2-6 var, amma 2-6'nın cavablarda verməyib. Bir də 2-5 var. Deməli, doğru cavab olacaq 2-5. Üçüncü sual, dalğanın yayılma sürəti verilib. V 2 metr bölü saniyə. Rəqs periodu verib. T bərabərdir 5 saniyə. Dalğa uzunluğu, yəni lambda sual. Demək ki, düstur seçirik. Lambda bərabərdir V vurulsun T. Bu düstur hardan alınırdı? V bərabərdir lambda bölü T düsturundan. Və salam qoyuq və həll edək. V 2, T isə 5. Eləcə cavab 10. 5-ci sual, lambda növ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Dalğanın yayılma sürəti. 7-ci sual, mexaniki dalğanın yayılma sürəti nədən asılıdır? Mühitin xassələrindən asılıdır. Doğru cavab A olacaq. Digər variantlardan asılı deyil. Yəni dalğa uzunluğundan, rəqsizliyindən, perioddan və amplituddan asılı deyil. Rəqslərin fəzada yayılma hadisəsi necə adlanır? Dalğa adlanır. Doğru cavab A-dır. 9-cu sual, verilmiş zaman anında rəqs edən mühit hissəciklərinin yer dəyişməsinin dalğa mənbəyindən olan məsafədən asılı qrafik verilmişdir. Dalğa uzunluğu nəyə bərabər? Dalğa uzunluğu bir rəqs periodu ərzində dalğanın yayıldığı məsafədir. Deməli, bir rəqs periodu ərzində, yəni 2π-də dalğanın yayıldığı məsafə isə 8 metrə bərabərdir. Doğru cavab C variantı olacaq. 11-ci sual, mexaniki dalğalar yayıla bilməz. Demək, vakuumda yayıla bilməz. 13. Eyni bir cins mühitdə yerləşən iki mənbə nü1 nü və nü2 2 nü tezlikli mexaniki dalğalar şüalandırır. Bu şüaların mənbələrdən eyni məsafədə S konstant. Məsafə eynidir. Eyni bir cins mühit dediyinə görə həmişə çalışın sürəti sabit götürürsünüz. Yəni onu özünüz üçün qeyd edin. Eyni bir cins mühit dedikdə V sabitdir. Demək, bu şüaların mənbələrdən eyni məsafədə. Onu da qeyd etdik. Nöqtəyə çatma müddəti arasında münasibət soruşur. T1-in T2-yə nisbəti. Sual. Biz burada tezliklərin nə olmasına asılı olmayaraq, yəni bunlara baxmadan deyə bilərik ki, V S bölü T düsturuna görə T-ni tapsaq, S bölü V olacaq. Alınır işarəsi qoyaq. T S bölü V-dir. Yəni T S-dən və V-dən asılı deyil. Onda belə çıxır ki, T1-in T2-yə nisbəti 1 olacaq. Çünki eyni kəmiyyətləri bir-birinə bölsək, təbii ki, 1-ə bərabər cavab almış olacağıq. Çünki hər ikisinin, yəni getdiyi məsafə eyni, sürət eynidirsə, deməli sərf etdiyi müddət də eyni olacaq. 15-ci sual. Eyni dalğanın birinci və üçüncü çökəklikləri arasındakı məsafə 10 metrdir. Dalğanın yayılma sürəti 30 metr bölü saniyə olarsa, dalğanın tezliyini tapın. Demək, birinci qrafik seçirik, daha doğrusu çəkirik. Bax, enə dalğanı çəkdik. Enə dalğanın birinci və üçüncü çökəkliklərini tapırıq. Bu birinci çökəklik, ikinci və üçüncü çökəklik. Birinci və üçüncü çökəklik arası məsafəni verib. Gəlin bunu götürək S. S bərabərdir 10 metr. Dalğanın yayılma sürətini isə verib 30 metr bölü saniyə. Tezliyi soruşur. Elə düstur seçək ki, orada V və nü iştirak etsin. V-nin düsturudur lambda nü. Amma bizdə lambda yoxdur. Lambdanı tapmaq asandır. Niyə? Baxın, burada gördüyünüz kimi iki qabarıq və ya iki, daha doğrusu çökək, qonşu çökək arası məsafə dalğa uzunluğudur. Bir rəqs periodu ərzində dalğanın yayıldığı məsafə, başqa sözlə iki qonşu çökək, iki qonşu qabarıq arası məsafə həmişə dalğa uzunluğu qəbul olunur. Deməli, onda burada iki qonşu nöqtə arası, yəni 1 və 2 arası məsafə lambda götürsəm, 2 və 3 arası məsafəni də lambda qəbul etsəm, S deməli nəyə bərabər olmuş olacaq? 2 lambdaya. Buradan lambdanı təyin edirik. S bölü 2, yəni 10 bölü 2, 5. V-ni yerinə qoyuram. Lambdamız 5, nü də olacaq. Daha doğrusu nü axtarılır. V-ni yerinə qoyuram 30. Bərabərdir 5 vurulsun nüyə. Nünü də tapırıq 6 hertz olacaq. Doğru cavab olacaq A bəndi. Sonra 17-ci suala baxırıq. 17-ci sual. Periodu 2 saniyə olan rəqs fəzada 1 saniyədə 20 metr məsafə yayılırsa,
Yaranan dalğanın uzunluğu soruşulur. Deməli, bizdən soruşulan lambdadır. Dalğa uzunluğudur. Lambda, bir saniyə. Lambda bərabər sual. Periodu verilib 2 saniyə. 1 saniyədə 20 metr məsafə yayılır. S qəbul edək 20 metr. Biz deməli nəyi bilməliyik buradan? Demək, dalğanın yayılma sürətini bilsək, təbii ki, lambdanı təyin etmiş olaraq. V bərabərdir S böl T'dən 20 böl 1-dən sürəti təyin edirəm. V bərabər lambda böl T'dən demək, V-ni təyin edirəm. Daha doğrusu lambdanı təyin edirəm. Lambda da bərabərdir VT-yə. V demək 20, T isə 2. Doğru cavab olacaq 40. B variantı. 19-cu sual. Verilmiş anda dalğanın yayıldığı mühitin hansı nöqtələri eyni fazada rəqs edirlər? Deməli, eyni fazada rəqs edirsə, doğru cavabı seçəndə nə edirsiniz? Yəni, bax, bu 2pi-yə uyğun nöqtələri seçirsiniz. 1 və 5 eyni fazadadır. 1 və 3 isə əks fazada rəqs edən nöqtələrdir. 1 və 5 doğru cavab Y-dir. 21. Verilmiş zaman anda mexaniki dalğa yayılan mühitin hissəciklərinin yer dəyişməsinin məsafədən asılı təsvir olunmuşdur. Hansı nöqtə A nöqtəsi ilə əks fazada rəqs edir? Deməli, A-ya əks olan 3 olacaq. Doğru cavab B bəndi. 23. Verilmiş zaman anda dalğanın yayıldığı mühitdə zərrəciklərin yer dəyişməsinin məsafədən asılı qrafiki verilmişdir. Mühitin M və N nöqtələri arasındakı fazalar fərqi nəyə bərabərdir? Deməli, burada baxırıq. Buradan M-dən bu nöqtəyə qədər faza fərqi 2pi-dir. Və bizə N nöqtəsinə qədər lazımdır. 2pi buranı götürsək, buradan burada isə pi böl 2 var. Deməli, onda M və N nöqtələr arasında faza fərqi 2pi topla pi böl 2, yəni 2,5 pi olacaq. Doğru cavab B. 25. Verilmiş zaman anında mexaniki dalğa yayılan mühitin hissəciklərinin yer dəyişməsi məsafədən asılı qrafiki təsvir edilib. Dalğanın sürəti verilib V 1200 metr böl saniyə olduğunu bilərək rəqsizliyini soruşur. Demək, biz şəkildən baxıb dalğa uzunluğunu təyin edə bilərik. Dalğa uzunluğu dediyi dalğanın bir rəqs periodu ərzində yayıldığı məsafədir. Lambdanı 2 metr, V-ni 1200 verib, 1200 metr böl saniyə verib. Bizdən rəqsizliyini soruşur, yəni nü bərabər sual. Demək, hansı düstura müraciət edirik? V bərabərdir lambda nü. Buradan da nü-nü təyin edirik. V bölək lambda olacaq. V 1200, lambda isə 2 böləndə qalacaq 600. Doğru cavab olacaq 600 Hz. D-bənd. 27. Eyler-Venn diaqramında mexaniki dalğalar üçün uyğun bəndləri müəyyən edin. Deməli, birinci verilib bizə eninə dalğa, ikincidə isə verilib uzunluğa dalğa. Eninə dalğa üçün olan doğru cavabları tapaq birinci növbədə. Mühitin zərrəciklərinin rəqsi hərəkəti istiqamətində perpendikulyar yayılan dalğalardır. İstiqamətinə perpendikulyar yayılan dalğalardır. Təbii ki, eninə dalğaya aiddir. Mühit zərrəciklərinin rəqsi hərəkəti istiqaməti boyunca yayılan dalğadır. Demək, bu aiddir uzunluğa dalğaya ki, bərk mühitdə yayılır. Bərk mühitdə yayılır. Deməli, dedik, bərk mühitdə ümumiyyətlə həm eninə dalğalar, həm uzunluğa dalğalar yayıla bilir. Onu seçirik 3'ü seçirik. Sonra mühitdə maddə daşınması baş vermir. Maddə daşınması deməli, mexaniki dalğalarda maddə daşınması baş verir. Ona görə 4'ü də ortaya seçirik. Tezliyi dalğanı yaradan rəqs mənbəyinin tezliyi ilə müəyyən olunur. Təbii ki, bu da hər ikisinə aiddir. Dalğaların hamısına aid bir xəssədir. Deməli, doğru cavabımız olacaq C. 1'ə 1, 3'ə 3, 4, 5, 2'ə isə 2. Davam edirik. 29.
Dalğanın yayılma sürəti verilib. V 20 metr bölü saniyə. Buradan yazıram. Demək, rəqs periodunda verib 2 saniyə. Fazalar fərqi delta pi, pi bölü 2 olan iki nöqtə arası məsafəni x qəbul edə bilərik. X sual. Biz deməli birinci növbədə faza fərqi pi bölü 2 olan nöqtəni qeyd edək. Burada şəkil üzərində göstərəcəm. Faza fərqi pi bölü 2 gəlir düşür bax bu nöqtəyə. 0 ilə bu nöqtə arasına. 0 buna 1 deyirəm məsələn. Burada bizdən soruşur ki, demək bura uyğun məsafə nə qədərdir? Bunu təyin etmək üçün birinci sürət və period verildiyi üçün biz v bərabər lambda bölü t-dən dalğanın uzunluğunu təyin edə bilərik. Lambda bərabərdir v vur t-yə. 20 vurulsun 2, 40. Dalğa uzunluğu bildiyimiz kimi bax buradan bura qədər məsafədir. 2 pi-yə uyğun dalğanın getdiyi yoldur. Əgər 2 pi-yə 40 metr gedirsə, onda pi bölü 2-yə getdiyi yol nə qədər olacaq? Məsafə nə qədər? X olacaq. Məsələn, buradan riyazi qaydaya görə bunları ixtisar edə bilərsiniz. 40-ı vurarsınız 2-də 1-ə, yəni burada 1 qalıb. Pi-lər ixtisar gedəndən sonra 20. O da alınır x bərabərdir 20 bölək 2. Birbaşa yazdım. Elədir cavab 10. Deməli, 29-un doğru cavabı 10 metr olacaq. Bunu başqa yanaşmada elə bilərsiniz. Deməli, yenə də dalğa uzunluğunu təyin etdiniz. Daha şifahi şəkildə əldə etmək üçün. Dalğa uzunluğunu tapdıq 40. 360 dərəcə, yəni 2 pi 360 dərəcə 40 metr məsafədirsə, deməli 90 dərəcə ondan 4 dəfə az, yəni 10 metr məsafə olacaq. 31. Dalğa mənbəyi 5 saniyədə t bərabərdir 5 saniyə 110 rəqs edir. N bərabərdir 110. Yayılan dalğanın uzunluğunu hesablayın. Lambda sual. Dalğanın mühitdə yayılma sürəti 330 metr bölü saniyə verilir. Demək, biz periodun düsturuna müraciət etsək, t bölü n düsturundan istifadə edərək, demək, biz təyin edə bilərik periodu. T nə qədərdir? 5 bölünsün 110. Elə belə saxlayacağım və sonra gəlirəm dalğanın yayılma sürətinin düsturundan v bərabər lambda bölü t-dən lambdanı təyin edirəm. V vurulsun t olacaq. V 330 vurulsun 5 bölünsün 110. İxtisar edirəm 3, 3'ü də 5'ə vururam 15. Doğru cavab olacaq 15.